Bu videonu hazırlayarkən ağladım. Bildiyiniz kimi sizinlə hamilə olduğumu bölüşmüşdüm. İstədiyimiz vaxtda planlı şəkildə hamilə qalmışdım və bu dövrdə bu arzumuza müalicəsiz çatdığımız üçün özümüzü çox şanslı hesab edirdik. Düşünürdüm ki, hamiləlik dönəmim də belə asan keçəcək. Amma təəssüf ki, hər şey düşündüyüm kimi deyildi. Hamiləliyin birinci trimestrində 3 dəfə halım pisləşib və sonuncuda xəstəxanada bir müddət yatıb həkim nəzarətində qalmağa məcbur olmuşam. Bu hal stressdənmi, uzun yol getməkdənmi, özümü çox yormaqdanmı olub bilmirəm. Bircə onu bilirəm ki, mən bu vəziyyətlərə düşəndə ana olmağın nə olduğunu dərk etmişəm. Həmişə hansısa bir ananın övlad itirdiyini biləndə kim bilir nə haldadır deyə empatiya qururdum. Və deyirdim ki, əziyyətlə böyütdüyün övladı itirmək çox ağır hissdir. Bəlkə dünyaya gəlməmiş bu hal olsaydı, bu qədər təsir etməzdi. Amma yanılmışam. 40 ilin anası da olsan, 4 ayın anası da olsan fərq etmir. 2 metr boyu olan da övladdır, 2 santimetr olan da. Ona görə indi hələ 15 həftəlik olan övladımın dünyaya gəlib sağlam və uzun ömürlü olması üçün dua edirəm. Mən həmişə qadınların təhsil alıb müstəqil olmasının, həyatı özünü tanıyıb daha sonra evlilik düşünməsini tərəfdarıyam. Çünki belə düzgün addımladıqda gələcəkdəki övladın üçün dünya görüşlü və məsuliyyətli ana olursan. Özün kimi ata seçə bilirsən ona. Nəticədə uşaq dünyaya gətirmək üçün uyğun şərait yaranmış olur. Axı necə gəldi evlənmək və bədbəxt həyatı olacaq, uşaqları bu dünyaya gətirmək düşüncəsizlik və insafsızlıqdır. Ona görə həyatdakı tək məqsədi ərə gedib uşaq doğmaq olan qadınlara başa düşə bilməmişəm. Bütün uşaqların sevgi və hüzur dolu xoşbəxt həyata ehtiyacı var axı. Uşaq bədbəxt və ya dağılmaq üzrə olan ailələri birləşdirməyə və xoşbəxt etməyə qadir bir varlıq deyil. O problemli ailəyə əlavə bir problemdir sadəcə. Elə bu səbəbdən belə bildiyim hər kəsə qarşı biraz tənqidlə yanaşmışam. Bir dəfə tələbəykən Instagramda bir uğurla bağlı paylaşım gördüm. Hər kəs rəylərdə öz uğurlarını yazırdı. Bu uğur dolu rəylərin içərisində bir xanımın belə bir yazısına rast gəldim. Mənim həyatdakı ən böyük uğurum oğlumu dünyaya gətirmək olub. Mən də heç tanımadığım bir qadının qınadığım tiplər kimi olduğunu düşünüb ona belə cavab vermişdim. Hər kəs evlənib uşaq dünyaya gətirə bilər. Bunun nəyi uğurdu ki? Onun da 100% xətrinə dəymişdi və yaşadıklarım başına gəlsin deyə qarğış etmişdi yəqin. İndi məni görməsə də ondan üzr istəyib, onun kimi bu övladımla uğur qazanan ana olmaq istəyirəm. Ümumiyyətlə, insanın qınadığı şeyi yaşadığına çox şahid olmuşam. Bu da onlardan biri idi yəqin. Hansı çətinliklərin başıma gələcəyini önəmsəmədən övladımı dünyaya gətirməyi bir uğur kimi görüb onu Allahdan istəyirəm. Onsuz da biz öyrəşmişik hər uğurumuzu çətinliklə əldə etməyə. Təhsil almaq, işləyə bilmək, sevdiyim insanla evlənmək, hamısı böyük çətinliklərlə başa gələn uğurlar idi. Bu da onlardan biri olacaq, inanırıq. 2026-da bundan başqa gözlədiyimiz 2 uğur da var. Biri kitabımı çıxarmaqdır. 2 kitab yazmışam və birini yoldaşım əskərlikdəykən, birini də xəstəxanadaykən yazırdım. İkisini də vaxt dəyərli keçsin deyə yazmışdım. Dünən ultrasəsdə körpəmin yaxşı olduğunu gördükdən sonra evə qayıtdım. Qalan müddət evdə davam edəcək. Xəstəxanadan çıxarkən bu qədər yüküm var idi. Mən gedərkən tələsik çıxmışdım deyə lazım olan əşyaları sonradan hissə-hissə gətirdilər. Tövsiyə edirəm ki, özünüzə əsas istifadə ediləcək əşyalardan ibarət bir çanta hazırlayıb ehtiyat üçün saxlayın. İstənilən bir hadisədə evdən çıxıb hardasa qalmalı olsanız işinizə yarayacaq. Çünki insan 2 dəqiqə sonra başına nə gələcəyini bilmir. Belə əziz dinləyicilər, özünüzə yaxşı baxmağı və sevdiklərinizi qucaqlamağı unutmayın. Hələlik.